Spring Boot qəribə bir reputasiya malikdir. Hamı onu tanıyır. Enterprise Reader'dır. Yəni böyük sistemlər üçündür. Amma demək olar ki, heç kim onun əslində nə etdiyini başa düşmür. Əksər developerlər Spring Boot sözünü eşidən kimi dərhal Java-nı, XML kabuslarını, anlaşılmaz anotasiyalar xatırlayır. Ona görə də insanlar ondan vəbadan qaçdıqları kimi qaçırlar. Amma məsələ burasındadır ki, Spring Boot köhnə tip Java deyil. Əslində müasir Java-nın hələ də aktual qalmasının əsas səbəblərindən biridir. O güclüdür, effektivdir. Netflix, Amazon və Alibaba kimi şirkətlər tərəfindən nəhəy sistemləri işlətmək üçün istifadə olunur. Problem ondadır ki, insanların çoxu pis dərslərdən və enterprise terminlərindən o tərəfə keçə bilmir. Bugünkü videoda yüksək səviyyəli framework haqqında ən çox yayılmış yanlış fikirlərdən danışacağıq. İnsanlar düşünür ki, Spring Boot çox mürəkkəbdir. Əgər siz nə vaxtsa beginner dərsi izləmisinizsə, yəqin belə bir şey görmüsünüz. Biri 12 dependency əlavə eləyir, 5 anotasiya yazır, nə bilim 3 dəfə application context xəta salır. Bu Spring Boot'un günahı deyil. Bu kod yazanın günahıdır. Spring Boot'un əsas məqsədi məhz mürəkkəbliyi aradan qaldırmaqdır. Artıq manual bind konfigurasiyası yoxdur. Kontekst faylları yoxdur. Dependency xaosu yoxdur. Sadəcə əsas klassın üzərində Spring Boot application yazırsan və dərhal işləyən backend əldə edirsən. İndi isə bəzi developerlər niyə ondan uzaq durduğundan danışaq. Hamı trend olan şeyləri istifadə etmək istəyir. Go, Node, Rust. Java isə dinozavr kimi görünür. Amma məsələ burasındakı startup böyüyəndə və milyonlarla request qəbul etməli olanda təhlükəsizlik, dayanıqlıq lazım olanda o darıxdırıcı Java birdən çox ağıllı seçim kimi görünməyə başlayır. Spring Boot məhz belə bir şərait üçün yaradılıb. Məsələn, Netflix bütün mikroservis infrastrukturu üçün Spring Boot istifadə edib. Əslində Netflixin qurduğu sistem sonradan müasir mikroservis arxitekturasının blueprintinə çevrildi. Spring Boot artıq hər yerdədir. Siz çox güman ki, fərqinə varmadan onunla işləyən tətbiqlərdən istifadə etmisiniz. Netflix, Spotify, Amazon Prime. O enterprise dünyasında köhnə olduğu üçün deyil, nəhəng miqyasda işlədiyi üçün məşhurdur. O çox etibarlıdır. Dünya səviyyəli dokumentasiya malikdir. Hazır istifadə edilə bilən böyük model ekosistemi var. Yeni frameworklər hype dalğasını qovarkən Spring Boot sakitcə gündə milyardlarla API çağırışını idarə edir. Üstəlik o keçmişdə qalmayıb. Son versiyalar həqiqətən müasirdir. Daha təmiz sintaksis üçün Kotlin istifadə edə bilərsiniz. Asenkron performans üçün isə Spring və Flux ilə reaktiv sistem qura bilərsiniz. Hətta demək olar ki, heç konfigurasiya etmədən cloud providerlarına və container orkestratorlara qoşula bilərsiniz. Əlbəttə, Spring Boot mükəmməl deyil. Yüzlərlə servis olan böyük sistemlərdə dependency idarəsi çətinləşə bilər. Amma bir dəfə başa düşəndə hər şey dəyişir. Başqa stacklarda database qurmaq, security yazmaq, konfigurasiya idarə etmək üçün nə qədər vaxt itirdiyinizi başa düşürsünüz. Ona görə deyəndə ki, developerlərin 99% Spring Boot anlamır, səbəb onun çox mürəkkəb olması deyil. Sadəcə onlar Hello World səviyyəsində dayanırlar. O bir anotasiyanın arxasında nə olduğunu heç vaxt görmürlər. Spring Boot sadəcə Java framework deyil. O, produktiv səviyyəli sistem qurma platformasıdır. Miqyas, etibarlılıq, sürət üçün hazırlanıb. Netflix, Amazon və hətta Google kimi şirkətlərinin ona güvənməsinin səbəbi nostalgiya deyil. Spring Boot-u həqiqətən başa düşəndə görürsən ki, bu korporativ şirtmə deyil. Bu real və uzun ömürlü sistemlər qurmaq üçün yaradılmış ən ağıllı frameworklərdən biridir.